Hər vaxtınız xeyir, əziz dostlar. Bugün sizə Avropa Komissiyasının prezidenti xanım Ursula von der Leyen'in Bakı səfərindən danışacağım. Dünən o gəldi, Prezident İlham Əliyev ilə görüşdü. Birlikdə mətbuat konferansı keçirdilər və deyərdim ki, olduqca mühüm bəyanatlar verdilər. Bunlar haqqında biraz sonra danışacağım. Ancaq əvvəlcə gəlin, səfər ərəfəsində mühacirətdə yaşayan Azərbaycanlı blogerlərin və hazırda həbsdə olan bir sıra jurnalistlərin xanım von der Leyen'ə müraciətini xatırlayaq. Onlar imzaladıkları birgə bəyanatda Rusiyanın Ukraynaya qarşı təcavüzü fonunda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın, eləcə də Avropa ilə Asiyanı birləşdirən orta dəhliz çərçivəsində nəqliyyat və logistika əməkdaşlığının əhəmiyyətini qəbul etdiklərini, Azərbaycanın Avropa üçün strateji tərəfdaş kimi rolunu anladıqlarını, Avropa İttifaqı ilə Azərbaycan arasında diyaloqun əleyhinə olmadıqlarını, bunun tərəfdarı olduqlarını, Azərbaycanın Avro-Atlantik məkandan tam təcrid olunmasının nə Azərbaycan xalqının, nə də Avropanın uzun müddətli maraqlarına cavab vermədiyini, bu səbəbdən də Avropa İttifaqı ilə siyasi və iqtisadi əməkdaşlığın davam etməsini vacib hesab etdiklərini vurğulayıblar. Onlar bununla yanaşı hesab ediblər ki, dayanıqlı və strateji tərəfdaşlıq yalnız iqtisadi maraqlar üzərində qurula bilməz. Avropa İttifaqı özünü təkcə iqtisadi birlik deyil, həm də demokratiya, insan hüquqları, hüququn aliliyi və fundamental azadlıqlar üzərində qurulmuş dəyərlər birliyi kimi təqdim edib. Hesab edirik ki, həmin dəyərlər Azərbaycanla əməkdaşlığın və diyaloqun da ayrılmaz hissəsi olmalıdır. Sonra bildiriblər ki, son 10 il ərzində Azərbaycanda demokratik standartlar görünməmiş dərəcədə geriləyib. Bundan sonra hər gün təkrarladıkları təfərrüatlara keçərək İlham Əliyev başda olmaqla hakimiyyəti sərt tənqid ediblər. Təkbaşına idarə etmə modeli formalaşdırıb, konstitusiyada daxil olmaqla qanunvericilik ailə maraqlarına uyğunlaşdırılıb, saxta parlamentin qəbul etdiyi qanunlarla müstəqil media, vətəndaş cəmiyyəti təşkilatları və siyasi partiyalar tam nəzarət altına alınıb. Bütün müstəqil media qurumlarının fəaliyyəti dayandırılıb. Bəzi media qurumlarının redaksiya heyətləri tam tərkibdə həbs edilib və s. Onda onlar xanım Ursula von der Leyen'dən xahiş ediblər ki, Prezident İlham Əliyev ilə keçirəcəyi görüşlərdə yalnız enerji təhlükəsizliyi və orta dəhliz layihələrini müzakirə etməsin. Hesab ediblər ki, hazırki şəraitdə yalnız siyasi məhbusların azad olunması Azərbaycan cəmiyyətində müsbət dəyişikliklərə yol aça bilər. Müraciət müəllifləri ümid ediblər ki, Avropa Komissiyasının bu məsələdə prinsipial mövqeyi Azərbaycan cəmiyyətinə mühüm mənəvi dəstək verəcək, Avropa İttifaqının öz fundamental dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirəcək, demokratiya, insan hüquqları, hüququn aliliyi, siyasi azadlıqlı və siyasi motivlərlə həbslərə son qoyulması ilə bağlı öz sözünü deyəcək. Ursula von der Leyen və Prezident İlham Əliyev açıq qapalı görüşlər keçirib mediaya açıqlama verdilər. Hər ikisi çox məmnun görünürdü və bir-biri haqda xoş sözlər söylədilər. İlham Əliyev öz çıxışında Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsində olduğunu qeyd edərək, əməkdaşlığı və tərəfdaşlığı gücləndirmək məqsədi ilə hər iki tərəfin qarşılığı iradəsini əks etdirən münasibətlərdə görünməmiş dinamika müşahidə olunduğunu bildirdi. Bu o deməkdir ki, Avropa İttifaqı və Avropa Komissiyası ilə Azərbaycanın münasibətləri təsəvvür edildiyindən də yaxşı, hətta əladır. Prezident Əliyev Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu, ticarətimizin 40%-dən çoxunun üzv dövlətlə aparıldığını, Azərbaycanın Avropa üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olduğunu söylədi. Cənubi Qafqazda ticarətin təxminən 70%-i Azərbaycanla aparılır, o dedi. Biz enerji sahəsində əməkdaşlığımızı geniş müzakirə etdik. Xanım Prezidentin Azərbaycana 4 il əvvəlki səfəri zamanı imzaladığımız enerji sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumundan sonra Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərə təbii qaz ixracı təxminən 65% artıb. Bugün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə Avropa İttifaqının 10 ölkəsi Azərbaycan qaz alır. Bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur. Bugün enerji təhlükəsizliyi hər iki ölkə üçün milli təhlükəsizliyin mühüm amilidir. Azərbaycan böyük siyasi səylər və diplomatik fəaliyyət sərf edərək
həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri də yatırmışdır. Cənub qaz dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir. Bugün 3500 kilometrlik vahid boru kəməri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir. Azərbaycan regional daşımalar layihələrinin bir çox hallarda fəal iştirakçısı və təşəbbüskarıdır. Şərq-qərb və şimal-cənub dəhlizləri Azərbaycandan keçir. Qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətlər bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq forması qurmağa imkan yaradıb. Bugün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artıb. Biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturunu böyük sərmayələr yatırır, bunu davam etdiririk. Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Avropa Komissiyası ilə münasibətlərimizin yeni mərhələsi bərpa olunan enerji ilə bağlıdır və biz xanım prezidentlə Azərbaycanın günəş, külək və su elektrik enerjisi potensialını, o cümlədən mövcud və tikiləcək enerji xətlərinin geniş şəkildə müzakirə etdik, Prezident Əliyev bildirdi. Biz bu sahədə də strateji tərəfdaş ola bilərik. İlham Əliyev artıq bu sahədə 44-5 illik müqavilələr imzaladığı haqda da məlumat verdi. Əlbəttə ki, regional təhlükəsizlik məsələlərini o dedi. Xüsusən də Azərbaycan-Ermənistan arasında uğurla davam edən normallaşma prosesini müzakirə etdik. O, ötən ilin avqustunda Vaşinqtonda Prezident Trumpın iştirakı ilə paraflanmış bəyannaməyə əsaslanan sülhün əsasının qoyulduğunu və artıq bəhrə verdiyini bildirdi. Sülh təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox bir tərəfli addımlar atdıq, o dedi. Azərbaycan öz ərazisindən Ermənistana daşınan bütün yüklər üzrə məhdudiyyətləri aradan qaldırıb. Biz Ermənistana hər cür yanacaq və benzin ixrac etməyə başlamışıq. Biz göstərdik ki, sülh bizim üçün artıq hiss olunan məhfumdur. Onu hiss edir və sülh şəraitində yaşamağı öyrənirik. Sülh artıq reallıqdır. Lakin biz onu möhkəmləndirmək, uzun müddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Əlbəttə, biz Avropa Komissiyasının dəstəyini çox yüksək qiymətləndiririk. Xanım Prezident mənə məlumat verdi ki, Avropa Komissiyası bizə çox kömək edə bilər və bunu arzulayır. Biz bunu yüksək qiymətləndiririk. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen əməkdaşlıq, sülhə dəstək, real sülhə nail olmaq üçün birgə səylər, sabitlik, rifah haqqında ümumi xoş sözlərdən sonra dedi ki, biz bağlantı vasitəsilə sülhü gücləndirmək istəyirik. Biz qlobal qapılar sərmayə proqramımız vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal layihələrə 200 milyard avroya qədər qrant şəklində sərmayə yatıracaq. Bu böyük məbləğdir əlbəttə və ən əsası da odur ki, borc yox, qrant şəklində veriləcək. Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsait cəlb etmək potensialı var. Xanım Ursula von der Leyen dedi. Layihələrə məsələn Naxçıvandan keçən dəmir yolu bağlantısı və Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər. Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Ursula xanım ikinci bir şad xəbər də verdi. Avropa Komissiyasının sülhün inkişafı proqramına 20 milyon avro ayıracağını bildirdi. O, səhiyyənin daha yaxşı təcili yardım maşınları ilə təchiz olunması üçün sərmayə qoyacaqlarını da vəd etdi. Mina təmizləmə vasitəsilə təhlükəsizliyə diqqət çəkəcəklərini açıqladı. Kənd yerlərinin, əkinçiliyin və su təchizatının inkişafı üçün sərmayələr qoyacaqlarına söz verdi. Sonra o yenə enerji məsələsinə keçərək Azərbaycanın Avropa üçün çox mühüm enerji tərəfdaşı olduğunu xüsusi vurğuladı. İlham Əliyevin mövqeyinə dəstək verdi. O dedi ki, Rusiyanın enerjidən silah kimi istifadə etdiyi bir zamanda Azərbaycanın irəliyə çıxdığını unutmayıblar. Cənub qaz dəhlizi Avropanın enerji təhlükəsizliyini həqiqətən gücləndirir və bu heyrətamiz uğur hekayəsidir. Buna görə o İlham Əliyevə dərin təşəkkürünü bildirdi. Avropalı qonaq bundan sonra İlham Əliyevin
enerji təhlükəsizliyi, qaz dəhlizi, bərpa olunan yaşıl enerji, regionda sülh və əməkdaşlıq haqqında söylədiklərini bir-bir təkrarlayaraq dəstəklədi. Ermənistana gedən enerji kabellərini xüsusi vurğulayaraq təriflədi. Hər iki lider günlərlə, hətta aylarla müzakirə, təhlil oluna biləcək çox mühüm bəyanatlar verdilər. Bunların maneəsiz həyata keçirilməsi regionumuz və ölkəmiz üçün son dərəcə əhəmiyyətli olardı. Ancaq xalqımız üçün nə dərəcədə faydalı olacağı müəyyən suallar durur. Əlbəttə, yatırılan sərmayələrdən, həyata keçirilən layihələrdən sadə insanlara da nəsə düşə bilər. Ancaq biz bunun yetərli, ədalətli, layiqli olmasını istəyirik. Bunun təmin olunması üçün Avropa və Azərbaycan rəhbərliyi ilə yanaşı, həm də xalqımızın təfərindən, hadisələrə fəal, savadlı, funksiyonal münasibətindən də xeyli dərəcədə asılıdır. Bu yerdə istər-istəməz xaricdə yaşayan blogerlərin və həbsdə olan jurnalistlərin müraciəti yada düşür. Mətbuat konferansında onların qaldırdığı məsələlər, demokratiya, insan hüquqları, hüququn aliliyi, siyasi azadlıqlar, siyasi motivlərlə həbslərə son qoyulması ilə bağlı məsələlər haqqında danışılmadı. Ümumiyyətlə, demokratiya sözü səslənmədi. Bəlkə də bağlı qapılar arxasında keçən görüşdə bu mövzu da müzakirə olunub. Ancaq söhbətin eyham şəklində olsa belə üzə çıxarılmaması, üstəlik 4-5 illik müqavilələr haqqında açıqlamalar bundan sonra da belə davam edəcəyinə şübhələr yaradır. Yəni, demokratiya, söz azadlığı, vətəndaş hüquqları yenə də neftin, qazın, enerjinin, orta dəhlizin içərisində boğulacaq. Azərbaycanın həvəsləndirib ortaya atdığı, öz məqsədləri üçün istifadə etdiyi qəhrəmanlar, üzr istəyirəm, Avropanın həvəsləndirib ortaya atdığı, öz məqsədləri üçün istifadə etdiyi dırnaqarası qəhrəmanlar, onların ailələri və yaxınları hələ də bir müddət dörd divarlar arasında əzab çəkməli mi olacaqlar? Onların sırasına hələ yeniləri də daxil ola bilərmi? Çünki sosial-iqtisadi vəziyyətin hər gün çətinləşməsi, insanların ağır problemlər qarşısında artıq susa bilməməsi günümüzün reallığıdır. Danışmaqsa olmaz. Bizdə ümid yeri var. O da Belarus variantıdır. Lukashenko'nun son bir ildə siyasi məhbusları mərhələlərlə azad etməsi əsasən Qərblə, xüsusilə də ABŞ-la aparılan danışıqların nəticəsi kimi qiymətləndirilir. Məlumatlara görə sövdələşmə ABŞ sanksiyalarının qismən yumşaldılması və münasibətlərin normallaşdırılması müqabilində baş tutub. 2025-ci ilin dekabrında Lukashenko 120-dən artıq siyasi hesab olunan məhbusu azad etdi. Bunun ardınca ABŞ Belarusun əsas ixrac məhsullarından olan kalium gübrələri, potaş üzrə bəzi sanksiyaları yumşaltdı. Bu Belarus iqtisadiyyat üçün olduqca mühüm addım idi. 2026-cı ilin martında isə təxminən 250 siyasi məhbus azad edildi. Reuters və digər mənbələrə görə bu da ABŞ-ın bir sıra Belarus banklarına və potaş sektoruna tətbiq etdiyi bəzi sanksiyaları yüngülləşdirilməsi ilə bağlı razılaşmanın tərkib hissəsidir. Bunun davamı olaraq sırağa gün, yəni iyulun 1-də Lukashenko daha 32 məhkumu əhv etdi. Onlardan 28-i siyasi məhbus hesab olunurdu. Belə, ola bilər ki, Ursula xanım 20 milyon, 200 milyon və 2 milyard avro rəqəmlərini boş yerə səsləndirmədi və təkbətək aparılan danışıqlarda hansısa sövdələşmələr olub. Avropa Komissiyası Prezidentinin təcili yardım maşınları, mina təmizləmə, su təchizatı, kənd yerlərinin, əkinçiliyin inkişafına sərmayələr qoyulacağı ilə bağlı açıqlamaları düşünürəm ki, Azərbaycan xalqına yönəlik mesajlar idi. Görünür, acınacaqlı və qəzəbli durumda olduğumuzu bilirlər və bu vədlərlə qismən də olsa könlümüzü almağa çalışırlar. Diqqətinizə görə təşəkkür edirəm.